Salam, hər vaxtınız xeyir olsun əziz 7-ci siniflər. Bugün OTK sınağı keçirilibdir və həmin OTK sınağından Azərbaycan dili əlinə düşən sualların izahlarına baxaq. Görək bizdən nə istəyiblər. Birinci sualda nə istəyir? İsimlərin quruluş növündəki yanlışlığı istəyir. Bu sualda cavabımız A variantıdır. Çünki sıxıntı sözündə ıntı şəkilçidir. Şərqşünas sözündə isə şünas şəkilçidir. Bu da cavabımız A variantıdır. Çünki sadənin altında düzəltmə söz, mürəkkəbin altında isə düzəltmə söz verilibdir. Və mürəkkəb sözlər iki sözün birləşməsindən yaranmalıdır. Amma şünas deyə bir sözümüz yoxdur axı. Diqqətli olasınız. Şagirdimiz 3 yazıbdır. Dülgər sadədir, qazıntı düzəltmədir, şahsənəm isə mürəkkəb söz hesab olunduğu üçün bu doğru versiya idi. Keçək növbəti sualımıza. Səs tərkibi yalnız 3-cü hecada fərqlənən sözü müəyyən edin. Və biz sözü hecalara böləndə görürük ki, əzmkar sözündə heç 3 hecalı söz yoxdur. Bu yanlışdır. Digər versiyaların içərisinə də baxanda qaranlıq sözünü bölək. Qaranlıq sözündə qaranlıq formasında tələffüz olunduğunu bilirik və görürük ki, yalnız 3-cü hecadakı fərq B variantındadır. Müəllim sözündə lim hissəciyində heç bir fərq yoxdur. Azadlıq və təbiilik sözünün hər ikisində 3-cü hecada fərq var. Amma yalnız 3-cü hecada deyil. Azadlıq sözündə d t-ya çevriləcək BCDG qaydamıza görə. Təbiilik sözündə də düzdür, i düşür, amma lik sözü sonda xeştirik sözündən tələffüz olunacaq. Ona görə də bu sözlərdə yalnız 3-cü hecada deyil, 2 və 3-cü hecada fərq var. Amma B variantında yalnız 3-cü hecadadır. Uyğunsuzluğu müəyyən edin. Konkret isim gözdən görülə bilən isimlərdir. Məsələn, ələk toxuna bilirik. Un eləmək üçün bir alətdir. Atəşkar və mətbəə. Atəşkara gedirik, mətbəyə gedirik. Bir məkandır və məkana getməyimiz normaldır və konkret isimdir. Mücərrəd isimləri yaxşılıq yazıblar, bu düzdür. Silahdaş və bərbər isə adamdır. Əskərlikdə iki əskər bir-birlərini silahdaşdır və gözü ilə görür. Bərbəri də ki, müəyyən bir zaman ərzində bərbərə gedirik və bərbər də canlı bir şəxsi peşə bildirən bir insandır, sözdür. Ona görə də 4 və 6 olmalıdır burada cavabımız A variantıdır. Hər iki tərəfi feildən düzəlmiş isimlə ifadə olunmuş birləşməni istəyir bizdən. Hava isimdir, amma feildən düzəlməyibdir. İşçi düzəltmə sözdür, amma iş ismindən yaranıbdır. Yarış sadədir, sadə isimimizdir. Baxış sözü baxmaq feilindən yaranıbdır. Bu olar. Ürkək sözü isə feildən yaranmış sifətdir. E variantı da olmaz. Cavab burada C variantıdır. Daraq sözü daramaq feilindən daraq ismi, almaq feilindən isə alış ismi yaranıbdır. Daraq alışı isə hər ikisi feildən düzəlmiş bir isimdir. Cavab C variantıdır. Neçənci misralarda mənsubiyyət şəkilçili söz yoxdur. Mənsubiyyət şəkilçili sözün qarşısına yerli kallı şəkilçilər işlənməlidir. Göylərin rəngi, güllərin çələngi. Və birinci, ikinci misrada varsa, demək ki, üçüncü, dördüncü misralarda yoxdur. Burada həyatı sözü var ki, siz bəlkə çaşıla bilər, amma nəyi sualına cavab verdiyi üçün bu ismin təsiri qaldı. Demək ki, bu da yanlış bir versiyadır. Tərəfləri amonim olan antonim cütlüklər hansılardır? Burada diqqət etirsək, hər biri antonimdir. Amma amonimlik məsələsinə gəlib çatacaq, cavab D variantıdır. Çünki sağın bir tərəf bildirən isim, bir də sağmaq deyə feilimiz var. Sol da solmaq bir feilimiz, bir də sol tərəf bildirir. Ona görə də bu amonimdir, həmçinin də antonim cütlüklərdir. Hansı sözlərin yazılışı düzgün, tələffüzü isə yanlışdır. Hazırlıq sözünün yazılışı düzgündür. Tələffüzü də düzgündür, bu formada tələffüz olunur. Odlanmaq sözünün yazılışı düzgün, tələffüzü isə yanlışdır. Buradakı n yerinə m hərfi olmalıdır. Armudlar sözünün yazılışı düzgün, elə tələffüzü də düzgündür. Natəmizlik sözündə isə uzun tələffüz olunmalı bildirən qoşa nöqtə olmadığı üçün bu yanlışdır. Yəni 2-4 olacaq burada cavabımız. Hökmdar sözünün isə yazılışı yanlış, tələffüzü isə doğru olan bir sözdür. Növbəti sualımıza baxaq. Tərkibində l səsinin işlənmədiyi sözü müəyyən edin. Elmli sözündə l var, evli sözündə l tələffüzündə olacaq. Liman ilə l hərfi ilə başlayır, lələk də l hərfi ilə başlayır, mütləq şəkildə var. Cavab E variantıdır. Niyə? Çünki qızlar sözü tələffüz olunacaq qızlar formasında. Keçək 9-cu suala. Hansı cümlədə mənsubiyyət şəkilçili isimdən başlayır? Mənsubiyyət şəkilçili ismi də tapmaq üçün yenə eyni qaydada biz necə tapmışdıq? Mənsubiyyət şəkilçili sözü tapmaq üçün qarşısına bir yerli kallı ya sözü görməliyik, ya da özümüz gətirib ora söz qoymalıyıq. Baxaq, gənclərimizi
Burada imiz mənsubiyyət şəkilçisidir. Bizim gənclərimizi, amma gənc isim deyil. Bizi çaşdırmaq istəyiblər. Göyərtəni işıqlandıran nəyi sualına cavab vermir mənsubiyyət buradakı i təsirli çaldı. Professorun yəli çal, vəziyyəti mənsubiyyət. Buradakı düzdür, mənsubiyyət var, amma başlayan deyilsə professorun yəli çaldı, biz bunu götürə bilmərik. Qadının yenə yəli çal, qışqırtısındakısı mənsubiyyətdir. Cavab E variantı qalır. Quyruğu qapının arasında qaldığına görə zingildəyirdi. Qarşısına onun sözünü yaza bilirik mi uşaqlar? Yaza bilirik. Onun da yəli çaldı mı? Bəli, yəli çaldı. Demək ki, yəli çaldan sonra gələn U hərfi mənsubiyyətdir və cavabımız E variantıdır. Növbəti sualımıza baxaq 10. Fikirlərdən biri yanlışdır. Sinonimlərdə sözlər eyni nitq hissəsinə aid olmalıdır mütləq şəkildə. Həm sinonim, həm antonimlər eyni nitq hissəsində olur. Yeganə amonimdir ki, eyni və müxtəlif ola bilərlər. Riqqət sözünün həm leksik, doğrudur, çünki əsas nitq hissəsində, həm də qrammatik mənası var və biz bilirik ki, bütün sözlərin qrammatik mənası var. Bağ eyni nitq hissəsinə aid amonim sözdür. Bəli, isimdir. Bir ayaqqabı bağları, bir də ki, bağ, bostan mənasında və hər ikisi də isimdir. Qarı müxtəlif nitq hissəsinə aid homonim sözdür. Qarı bir isimdir, bir də qarımaq deyə feilimiz var. Cavab E variantıdır. Çünki baş sözü yalnız çox mənalıdır. Başı amonim kimi işlətməyimiz imkansızdır. Və hazırlıqlarımıza da qoşulmaq üçün 050 880 71 89 nömrəsinə əlaqə saxlayın. Sadəcə Azərbaycan dili deyil, ədəbiyyat fənnini, həmçinin Aydan müəllimin tədris etdiyi tarix fənninin hazırlığına da bizlərlə qoşula bilərsiniz. İndi keçək növbəti suala. Verilən tələblərin ikisinə də uyğun gələn isimlərin işləndiyi cümləni istəyir bizdən. Həm mücərrət olsun, həm sifətdən yaransın. Və cavabımız təbii ki də B variantıdır. Çünki yaxşı sifətdən yaranmış bir isimdir, sifətdən yaranıbdır və mücərrətdir. Bu da doğru fikir idi. Cədvəldəki doğru nüansları müəyyən edin. Analoq sözü oxşarı olan mənasındadır, amma sinonimi deyil. Sinonimi bənzərdir. Bu mənasıdır. Bir mənasıdır. Ona görə bir olan versiyaları götürməməliyik. Sinonim eyni nitq hissəsi olmalıdır. Bundan əvvəlki testdə də gördük. Demək ki, bənzər sifətini götürməliyik. Mətin i ilə yazılıbsa, dözümlü mənasındadır və burada 2-3 versiyası olacaq. Sənəd olması üçün mətn formasında olması lazım idi. Keçək növbəti 13-cü sual. Hansı cümlədə mənsubiyyətə görə dəyişərkən ümumi qaydadan kənara çıxan isim işlənmişdir? Burada mövqe, mənafi, mənşə, tale, su, nə tipli sözləri istəyir? Yəni cavabımız D variantıdır. C variantı niyə deyil? C variantı ona görə bəzi iki hecalı sözlərdə saitin düşməsi qaydasıdır və bu ümumi qaydadan kənara çıxmaq hesab olunmur. Ümumi qaydadan kənara çıxması mövqe, mənafi, mənşə tipli sözlər götürürlər ki, çünki orada y bitişdirici samitindən istifadə olunur. Yerdə qalan digər hallarda isə əsasən s bitişdirici samitindən istifadə olunur ya da ki, n bitişdirici samitindən istifadə olunur. Y-dan istifadə edən isə D variantıdır. Növbəti suala baxaq 14. Ahəngdarlıq sözünün təhlili ilə bağlı uyğun fikirləri bizdən istəyir. Sözdə bir kağıt samit var. Tələffüzdə diqqət yetirsək, sonda da bir kağıt samit olduğunu görərik. Burada da h səs onsuz da kağıtdır. Demək ki, bir bərbaşdan səhvdir. Bir olan versiyaları silməliydiniz. Sözün yazılışı və tələffüzü arasında 3 fərqli məqam var. Bu zaman artıq yazaq. Ahəngdarlıq formasında olacaq. 3 fərqli məqam deyir. Ahəng düzdür. Burada BCDC qaydasına görə K kimi tələffüz olunmalıydı. Bir fərqli məqamı biz burada gördük. Biri buradadır, digəri isə buradadır. 3 fərqli məqam var. Sözdə yalnız açıq sait işlənibdir, qapalı saitdir. Götürmürük, yəni bu da səhvdir. 1 və 3 olan versiyaları silsək, cavab 2 və 5-dir. Ahəng qanuna tabe edilir. Təbii ki, ahəng qanuna tabe edilir. Çünki sözdə qalın və incə saitlərin bir-birinin izlənməsi nəzərdə tutulur. Ahəngdarlıqda isə qalın və incə saitlər bir-birinin içərisindədir. Qalınla başlayıbsa sona qədər qalın getməli idi ki, ahəng qanuna tabe olsun. Qrammatika ilə bağlı sonuncu sual, 15-ci sualdır. Tünd qara hərflə verilmiş hansı sözlər antonim deyil? Antonimlər eyni köklü olmamalıdır və mərdlə namərd eyni köklü sayıldığı üçün antonim deyil və bu da düzgün cavabdır. İndi mətnimizə baxaq. Mətndə nədən qeyd olunubdur? Biri var idi, biri yox idi. Qonşu kəndlərin birində bağçada oyun oynamaq çox sevən Kamran adlı bir uşaq yaşayırdı. Kamran hər gün rəngarəng kəpənəklər, qızıl güllər və çiçəklər arasına qaçırdı. Təbiətlə ilk dəfə tanış olan Kamran hər dəfə sıçrayan bir qurbağa və ya otlayan bir inək gördükdə sevinərək hər şey nə qədər gözəl və əyləncəlidir deyə düşünürdü. Belə günlərin birində
Kamran qəflətən qarşısına bir dələ gördü və arxasınca qaçaraq gül bağçasına gəlib çıxdı. Burada çox gözəl qızıl güllər gördü. Onları biraz seyr etdikdən sonra qoparmaq istədi. Ancaq barmağına bir tikan batdı. Çox ağrıyırdı. Kamran ağlamağa başladı və evinə qaçdı. Kamranın ağladığını görən anası, "Nə oldu oğlum? Niyə ağlayırsan?" deyə soruşdu. Kamran dedi: "Mən qızıl gülü qoparmağa çalışarkən onun tikanı barmağıma batdı və indi çox ağrıyır." Anası isə: "Oğlum, biz gülləri seyr edə bilərik, amma onlar qoparılanda yox, öz budaqlarında daha gözəldirlər" dedi. Kamran: "Bundan sonra sənin dediklərini edəcəyəm, anacan" dedi. Anası: "O zaman de görüm, bu gün nə öyrəndin?" deyə soruşdu. Kamran isə bitki və heyvanları, həmçinin bütün canlıları qorumalıyıq və onları heç vaxt incitməməliyik. Canlıları incitmək gələcəkdə insanlara zərər verər, dedi. 16-cı sualda bizdən nə istəyir? Kamran obrazı hansı keyfiyyətlərə malikdir? Kamran burada maraqlanan, öyrənməyə meyilli, səhvlərindən də nəticə çıxarmağı bacaran və təbiətsevər bir gəncdir. Üzərində rəqəm yazılmış sözlərin hansı məcazi mənadadır? Burada zərər vermək sözü var ki, zərəri necə verə bilərik axı? Bu məcazi mənalı bir sözdür. Mətnin məzmununa uyğun ardıcıllığı istəyir. Buradakı bütün ardıcıllıqlar başdan sona qədər doğrudur və ona görə də cavabımız D variantıdır. Mətn əsasında aşağıdakı sualların hansına cavab tapmaq olmaz? Kamran hansı qonşu kəndlə yanaşı yaşayırdı? Bilinmir. Qonşu kəndlərin birində yazılıbdır. 20. Mətnlə əlavə edilə biləcək cümləni müəyyən eləyin. Burada B variantını əlavə eləyə bilərik. Kamran anasının sözlərini düşündükcə başa düşdü ki, təbiəti sevmək yalnız ona baxmaqla deyil, onu qorumaqla da mümkündür. Və beləliklə də biz 7-ci sinifin OTK suallarının cavablarını öyrənmiş olduq. Videonu bəyənməyi və kanalımıza da abunə olmağı unutmayın ki, növbəti videolarda sizlər üçün faydalı videolar qarşınıza çıxsın. Sağ olun, növbəti videoda görüşərik.